Siz bu səyahətə 4000 dollar xərcləyirdiniz, amma bizə 2000 dollar kifayət etdi. Necə? Çünki biz səyahət etməyi düzgün şəkildə planlayırıq. İnsanlar həmişə biletləri yanlış vaxtda alır, otellərin seçimini düzgün şəkildə etmir və gedəcəkləri yerləri əvvəlcədən planlamadıqları üçün 2 qat artıq xərcləri çıxır. Biz isə bunları etmirik. Birlikdə 15-dən çox ölkəyə səyahət etmişik və Go Together yaratdıq ki, siz də bizim kimi uyğun qiymətə daha çox yerə səyahət edə biləsiniz. Burada sizə sınaqdan keçirdiyimiz qənaət yolları göstərəcəyik. Hər ay sizə ən yaxşı səyahət həkləri, ucuz bilet, otel tapma yolları və baha yerləri necə uyğun qiymətə gəzə biləcəyinizi göstərəcəyik. Siz də daha az xərcləyib daha çox səyahət eləmək istəyirsinizsə, bizə qoşulun. Və ən maraqlısı, bu zamana kimi getdiyiniz ən bahalı səyahət hansı olub? Şərhlərdə qeyd edin, ətraflı müzakirə edək.